Əməkdar artist, xanəndə Raziyə Şirinova 86 yaşında vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Qeyd edək ki, Raziyə Şirinova 1940-cı ildə doğulub. Lalə Qızlar Ansamblının 1964-70-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildə Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul edilib. 2005-ci ilə qədər teatrda çalışıb. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar, Əsli və Kərəmdə Əsli, Aşıq Qəribdə Şah Sənəm, Şah İsmaildə Ərəb Zəngi və s. rollarda çıxış edib. 2005-ci ildə Azərbaycanın mədəni həyatında böyük xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist fəxri adını alıbdır. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində olub. Belə ki, kəsici alətdən xəsarət almış Daşkəsən rayon sakini 1992-ci il təvəllüdlü Ramil Hüseynov şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib. Polis araşdırma aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin son dəqiqə məlumatına görə polislərin keçirdiyi müvafiq tədbirlərlə Ramil Hüseynova kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Şahmurad Kazımov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. İsmaillidə ağır yol qəzası olub. Report xəbər verir ki, hadisə İsmailli Qəbələ yolunda rayonun Təndirxana adlanan ərazisində qeydə alınıb. Belə ki, Hyundai və Vaz 21099 markalı avtomobillər toqquşub. Nəticədə Vaz 21099-un sürücüsü 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib. Hər iki avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə İsmailli rayon mərkəzi xəstəxanasına aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir. Neftçala rayonunda da ağır yol qəzası baş verib. Məlumata görə hadisə axşam saatlarında rayonun Kül Qarabucaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü Səidə Məmmədova yolu keçmək istəyərkən avtomobil onu vurub. Ağır xəsarət almış yaralı Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma işlərinə başlanılıb.